Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin ölkədə Konstitusiya və Suverenlik ili elan olunması ilə əlaqədar prokurorluq orqanları tərəfindən geniş miqyaslı tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq Qəbələdə Baş Prokurorluğun təşkilatçılığı ilə Milli Suverenlik və Hüquqi Təminatlar, prokurorluğun rolu mövzusunda regional konfrans keçirilib. Tədbirdə 12 regionun prokurorluq nümayəndələri, dövlət və qeyri-hökumət təşkilatları və başqaları iştirak ediblər. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca dövlət himni səsləndirilib. Tədbirin açılış nitqi zamanı Baş Prokurorluğun Dövlət Təhlükəsizliyi, Fövqəladə Hallar və Sərhəd Xidməti orqanlarının istintaq və əməliyyat axtarış fəaliyyətində Qanunlara Nəzarət İdarəsinin rəisi Mahir Abbasov milli suverenliyin hüquqi əsasları və təminat mexanizmləri barədə geniş məlumat verib. Baş Prokurorluğun tapşırığına əsasən Qərbi Azərbaycanlıların 1918-20, 48-53 və 87-91-ci illərdə onlara qarşı törədilmiş olan cinayətlərlə bağlı da Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işləri istintaq olunur və hazırda minlərlə zərər çəkmiş şəxs bu istiqamətdə tanınaraq dindirilir və müvafiq xarici ölkələrə bir əsr müddətində qeyd etdiyim kimi Azərbaycanlara qarşı olan cinayət hadisələrlə bağlı hüquqi yardımla bağlı tapşırıqlar göndərilir və rəsmi sənədlər alınır. Bu onu göstərir ki, Azərbaycan Respublikasının suverenliyi tam təmin olunub. Onun suverenliyinin ifadəsi kimi Azərbaycan Respublikasının milli maraqlarına qarşı törədilmiş olan cinayətlərlə bağlı şəxslər mühakimə olunurlar. Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Ətayə Osmanova rayon səviyyəsində hüquqi maarifləndirmə işlərinin əhəmiyyətini qeyd edib. Daha sonra Qəbələ rayon prokurorluğunda hüquq və suverenlik, prokurorluğun yeni çağırışları mövzusunda seminar təşkil olunub. Seminara giriş sözü ilə başlayan Qəbələ rayon prokuroru Nazim Babayev Azərbaycan Respublikasının hüquqi sisteminin inkişafında xüsusilə dövlətin suverenliyinin qorunması və qanunvericiliyin təkmilləşdirilməsi sahəsində prokurorluğun rolunu vurğulayıb. Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında prokurorluq orqanlarının fəaliyyətində şəffaflığın və ictimaiyyətlə əlaqələrin gücləndirilməsinin vacibliyini önə çəkib. Kənan Zeynalov prokurorluğun strukturu və funksiyalarını izah edərək hüquqi islahatların gücləndirilməsi və dövlətin hüquqi təminatlarının daha da təkmilləşdirilməsinə yönəldiyini bildirib. Tədbir interaktiv formatda davam edib. Rayon prokurorluğunda açıq qapı günü də təşkil edilib. Əsas məqsəd vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti ilə daha yaxından tanış olmasını təmin etmək, hüquqi məsələlərdə maarifləndirməni artırmaq və prokurorluğun şəffaf fəaliyyətini nümayiş etdirməkdir. Tədbirin açılışında çıxış edən Qəbələ rayon prokuroru Nazim Babayev belə təşəbbüslərin cəmiyyətin hüquqi biliklərinin artırılmasında mühüm rol oynadığını vurğulayıb. O həmçinin prokurorluğun fəaliyyətində şəffaflığın artırılması və vətəndaşların hüquqlarının qorunmasının prioritet olduğunu qeyd edib. Nazim Babayev rayon prokurorluğunun səlahiyyətləri və iş prinsipləri barədə iştirakçılara ətraflı məlumat verib və onların suallarını cavablandırıb. Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq orqanlarının strukturu, funksiyaları və iş prinsipləri barədə təqdimat edib. O, prokurorluqda aparılan islahatların əsas məqsədinin şəffaflıq, vətəndaş məmnunluğu və hüquqi təminatların gücləndirilməsi olduğunu vurğulayıb. Kənan Zeynalov həmçinin ictimaiyyətlə əlaqələrin daha da gücləndirilməsi üçün prokurorluğun gördüyü işlər barədə məlumat verib.